Bugün funksiyaların 3-cü bölməsinin izahına başlayırıq. Deməli, birinci mən sizə izah verim bir balaca. Y bərabərdir modul x funksiyasının qrafiki V forması. Baxın, bu modul x-in qrafikidir. Y bərabərdir kök adlı x-in qrafiki isə budur, koordinat başlanğıcından keçən bir əyridir. İndi burada sürüşmələr var. Uşaqlar, sürüşmələr necədir? Deyək ki, x plus 2-dirsə, x plus 2 olanda uşaqlar, bu plusdursa, bunu elə bir sıfıra çevirən qiyməti mənfi 2-dir. Demək, mənfi 2-ni qeyd edib, buradan belə çəkirsiniz. Demək, 2 vahid sola sürüşür. Y bərabərdir x minus 2 olsa, buranı sıfıra çevirən qiyməti 2-dir. 2-dən yuxarıya bu formada sürüşmə edirsiniz. Demək, x sıx 2 olanda 2 vahid, bu ortadakı 2 vahid sağa, x üstəgəl 2 olduqda isə 2 vahid sola sürüşür. İndi bizim sualımıza baxırıq. Demək, bizim misalda deyir ki, bu qrafik, baxın, hələ bu görürsünüz, mənfi 1-dən başlayır. Mənfi 1-dən başlayırsa, demək, bu x plus 1 olmalıdır. Getdi. Bir dənə x plus 1 olan budur. İndi deyək ki, başqa bir variantda da kök adda x plus 1 olan olardı. Məsələn, tutaq ki, qabağında 1 4 olardı, 3 olardı. Deyək ki, y bəndə y bərabərdir 4, kök adda x plus 1 olardı. Onda nə edəcəyik? Nə etməliyik? Demək, baxın, burada x-in qiyməti 3-dür, y neçədir? 2. Demək, x-in yerinə 3 qoyursunuz. 3 qoyanda kök adda 4, 4-dən 2 çıxır, 2-ni də 4-ə vuranda 8. Amma bizdə y-in qiyməti neçədir? 2. Ona görə y bəndə olmur, məsələn, b bəndə olur. Yəni, bu nöqtələrdə bundan yana verilib. Birində deyək, yenə baxırıq, x oxu 2-dədir. 2-də müsbət 2-dədirsə mənfi 2 olacaq. Demək, x sıx 2 olan olacaq. Demək, doğru cavab c bəndidir. Keçdik qiymətlər çoxluğuna. Qiymətlər çoxluğu uşaqlar y-in ala biləcəyi qiymətdir. Demək, y bərabərdir. Məsələn, tutaq ki, kök adda x olsun. Siz bilirsiniz ki, kök altının ala biləcəyi qiymətlər həmişə sıfırdan müsbət sonsuzlardır. Kök altının cavabı heç vaxt mənfi olmur. Burada da demək, x plus 3 kök altında olduğuna görə, demək, bunun ən kiçik qiyməti sıfırdır. Demək, sıfırdan müsbət sonsuzluğa. Dördüncü təyin oblast. Təyin oblast x-in ala biləcəyi qiymətlərdir. Yadınızda saxlayın, qayda kimi özünüzə qeyd götürün. Əgər dərəcə cütdürsə, baxın, görürsünüz, burada dərəcə 2-ci dərəcədə yazımı. Dərəcə cütdürsə, kök altının içindəki ifadəni, yəni 3 minus x-i böyük bərabər 0 edirik. Burada mənfi x böyük bərabər mənfi 3-ə, x kiçik bərabər 3. Deməli, cavabımız olacaq mənfi sonsuzluq 3. Deyə bilərdin ki, ay müəllim, bəlkə bu tək dərəcədən olsaydı, 7-ci dərəcədən 3 minus x olsaydı. Əgər dərəcə təkdirsə, təyin oblast həmişə mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Bu dediklərimi mütləq qeydin götürün. Yaxşı, keçdik 5-ci sualımıza. Baxın, demək, biz lap dərsi başlayanda dedim ki, baxın, V hərfi gördünüzsə, birinci moduldur. Burada da V hərfi forması qrafiki görürsünüzsə, bilməlisiniz ki, moduldur. Modul olan hansıdır? C. Və yaxud da ki, deyək ki, birdən sən deyərsən ki, mən bilmərəm, onda nə edərəm? Baxırsan bura, bax, x 2-dir, y 2, 2, 2 nöqtəsidir. Bir də mənfi 2, 2 nöqtəsidir. Baxın, bura, mənfi 2, 2-dir, burada 2, 2. Gətirirsiniz bütün bətlərdə, baxın, x-ə 2 versəm, y 2 olur, mənfi 2 verəndə yenə 2 olur, demək, doğru cavab C bəndidir. Keçdik 6-cı suala. 6-cı sualda deyir ki, ən kiçik qiymətini tapın. Burada siz nə etməlisiniz? Deyək ki, məsələn, y bərabərdə modul x funksiyası verdim. Modul x funksiyası, baxın, 0 versəm 0 alınır x-ə, 1 versəm 1, mənfi 1 versəm 1, 2 verdim 2, mənfi 2 verdim 2. Görürsünüz, 3 verirəm 3, mənfi 3 versəm yenə 3. Demək, mən hansı rəqəmləri verirəm, get-gedə böyüyür y-in qiyməti. Yəni, qiymətlər bunlardır. Demək, ən kiçik qiyməti harada aldı? 0-da aldı. Deməli, indi bizim misalımızda da bu modul var deyə. Demək, bunu 0-a bərabər edirəm. X bərabər neçə olur? 1. Baxın, x-in yerinə indi 1 qoysaq, bu 0 olur. Burada nə qalır? Mənfi 2. Demək, ifadənin, yəni funksiyanın ən kiçik qiyməti neçədir? Mənfi 2. Desəydi ki, x-in hansı qiymətində funksiya ən kiçik qiyməti alır. Onda x-ə 1 götürəcəkdir ki, 1 qoyduq, ən kiçik qiymət mənfi 2 oldu. Yenə keçək bu bir sualımıza, 7-ciyə. Yenə modul harda gördüksə 0-a bərabər edirik. Demək, x bərabərdir 2. X-in yerinə 2 qoyduqda bu olur 0. 0 çıx 1, mənfi 1. Demək, ən kiçik qiymət neçə olur? Mənfi 1. 8-ci suala baxın. Yenə
Modul funksiyası görən kimi A bəndini eləməlisiniz, bilirsiniz. Bu xətti funksiyadır, bu xətti funksiyadır. Ya B bəndidir, ya da ki, Y bəndidir. İndi sürüşmələrə baxın. X plus 2-dirsə, X nə olurdu? -2, Y-də olduğu kimi. Demək, X oxu -2, Y-də nədir? -1. Demək, sürüşməsi bura düşdü. Demək, doğru cavab hansıdır? B bəndi. Y bəndi, uşaqlar, nədir? Y bərabərdir. Modulda X plus 2-dir. Yəni, təkcə -2-dir, Y yoxdur deyə bura toxunur. Yaxşı, 9-cu sualımıza baxaq. Təyin oblast yenə deyək. Demək, cüt dərəcədən köklərin təyin oblastını tapanda nə edirdik? Öz-öz deyin. İçindəki ifadəni böyük bərabər 0 edirik. -x böyük bərabər -1, x kiçik bərabər 1. İndi ikinci yazaq. X sıx 1 böyük bərabər 0. X böyük bərabər 1. Ədəd oxunu çəkdik. 1-dən böyüklər, bir də 1-dən kiçiklər. Demək, kəsimi hara olacaq? Təkcə 1 olur. Demək, doğru cavab D bəndi olur. Yəni, bu sualları uşaqlar məntiqi izlə olmalıdır da öz-özün. Məsələn, çox uşaq heç həll istəmir. Deyir ki, burada nə var ki? Yəni, məsələn, tutaq ki, mənfi sonsuzluqdur. Bax, mənfi sonsuzluq. Bura sən bir mənfi ədəd qoysan, məsələn, -3 qoysan, -3 sıx 1 -4. O kök altı mənfi olmaz. Aha, mənfi cavabları silirsən. Deyək ki, müsbət sonsuzluqdur. Məsələn, gətirib mən bura bir x-ə 5 versəm, 1-dən 5-in çıxanda mənfi eləyir. Demək, müsbət sonsuzluqda olmalıdır. Doğru cavab 1 oldu. 10-cu suala baxaq yenə. Kökün dərəcəsi gördüyünüz kimi 2-dir. Cüt dərəcələri həll edərkən, demək, içindəki ifadəni böyük bərabər 0 edirik. Sonra uşaqlar ayrı-ayrı 0-a bərabər eləyirik, x-də tapırıq. Baxın, məxrəci 0-a bərabər elədim, x-i necə tapdım? 2. Bilirsiniz də 0-a bərabər olmaz, normalda 0-dan fərqli etməliyim. Aha. İndi burada da 3 çıx pi var. 3 çıx pi nəyi 0-a bərabər eləyəcəm ki, bu bir ədəddir. Daha düz deyil, uşaqlar. Bu ədəddir. 3 çıx pi, yəni 3 çıx 3,14-dür. Yəni, mənfi ədəddir. Demək, bura bir mənfidir. Mənfi. Bu mənfidirsə, bizim ifadəmiz də böyük bərabər 0 olmalıdır. Mənfidirsə, onda məxrəc də mənfi olmalıdır. Çünki niyə? Baxın, mənfini mənfiyə bölməliyəm ki, böyük bərabər 0 olsun. Ona görə, demək, 3 sıx pini atıram, tabi ədəddir, 0-dan fərqlidir. Demək, 2 sıx 2-ni kiçik 0 elədim. Niyə işarəni dəyişdim? Baxın, bir də deyirəm, bax, yuxarı mənfi idi, aşağı da mənfi oldu ki, böyük bərabər 0 olsun. İndi mənfi dəyişdim. Bir də deyəsən ki, müəllim, niyə altında xətt var idi? O xətti niyə sildin? Daxili, yəni bərabər. Məxrəc heç vaxt 0 olmaz ona görə. X kiçik neçədən oldu? 2-dən. Demək, doğru cavab hansıdır? Y bəndi. Yenə deyirəm, bax, D bəndinə baxın, 2 daxildir burada. Sən gətirib bura 2-ni qoysan, 2 çıx 2 məxrəc 0 olur. 0-a da bölmə əməli yoxdur. Yəni, əsas vacibli qaydalardır. Sonra, məsələn, deyək ki, yenə cavablarla işləməyizə görə deyirəm. Məsələn, tutaq ki, sən deyirsən ki, 2-dən yuxarı ədəddir. Məsələn, tutaq ki, 2-dən yuxarı 10 qoysam. 9 qoyuram. Aha, baxın, 9-dan çıxdım 2-sin. Neçə elədi? 7. Aşağı 7-dir. 3-dən piyin çıxanda mənfi. Mənfini 7-yə böləndə mənfi eləyir. Kök altı mənfi olmaz. Ona görə yenə də sonsuzluq olanlar ödəmir. Yəni, bu formadadır da çox asandır. Diqqətli olun. Keçdim 11-ci suala baxın. 2 sıx 8 bölünsün pi çıx 3 böyük bərabər 0. Yenə ədədlərə baxıram. Yazıram, bura ki, müsbətdir. Baxın, pi 3,14. Bura müsbətdir. Bura müsbətdirsə, yuxarı da müsbət olmalı ki, müsbəti müsbətə böləndə böyük bərabər. Demək, 2 sıx 8 böyük bərabər 0. Burada altında xətt mütləq qalacaq. Yadınızda saxlayın. Böyük bərabər, kiçik bərabər bunlar sürətlərə aiddir, məxrəcə aid deyil. Məxrəcdədirsə, onu heç vaxt yaza bilmərsiniz. Demək, 2x böyük bərabər 8, 2x böyük bərabər 4. Demək, 4-dən müsbət sonsuzluğa. 4 daxildir. Çünki 4-ü qoyanda 0 olur, kök altıda 0 ola bilər. Uşaqlar, ekstremum nöqtə, yəni 0-a bərabər olan nöqtə deməkdir. 2x plus 10 bərabər edirsə 0-a, elə 2x mənfi 10, x-imiz olacaq mənfi 5. Tamam, uşaqlar, davam edirik 13-cü sualda. Yenə dərəcə cüt dərəcə olduğu üçün, demək biz buradan 5 minus, köçürdürük, 5 minus kökətdə 26 bölünsün 2x sıx 9-u böyük bərabər 0 etdik. Uşaqlar, 5 sıx kök 26 mənfi ədəddir. Hardan bilirəm? Kökətdə 25-dən 5 çıxır. Bura elə bir ki, kökətdə 25 sıx kökətdə 26-dır. Demək, ona görə mənfi ədəddir. Bura mənfidirsə, böyük bərabər 0 olması üçün məxrəc də nə olmalıdır? Mənfi olmalıdır. Ona görə 2x sıx 9
kiçikdir, neynədim? Sıfırdan. Çünki mənfi yazmışam axı. Gördünüz, altındakı xətt olmaz, çünki məxrəc sıfır olmaz. Buradan 2x kiçikdir 9, x kiçikdir 4,5. Demək, mənfi sonsuzluq 4,5. Doğru cavab D bəndi olur. 14-cü suala baxaq. 14-cü sual nədir? Deyir ki, qrafik koordinat başlanğıcı. Koordinat başlanğıcı demək, yəni 0, 0 nöqtəsindən keçmək deməkdir. Demək, x-in də yerinə 0 veririk, y-in də yerinə 0 veririk. Demək, bu y-in yerinə 0 yazsam, 0 bərabərdir. X-in yerinə 0 qoydum. A kvadrat çıx 9-un kvadratı, üstəgəl A kvadrat çıx 9. Buradan uşaqlar, baxın, 0 heç getdir. Bu kvadratla bu kök altı getdi. Modulda A kvadrat minus 9 qaldı. Bərabərdir. İndi burada 0 var, görürsünüz. Bu tənlik keçməlidir. Elə bir A kvadrat keçsin sol tərəfə. Mənfi A kvadrat plus 9 olsun. İndi buradan da A kvadrat minus 9 bərabərdir. Burada yer dəyişmə eləyirəm. 9 minus A kvadrat yazıram. İndi siz burada nəyə fikir verirsiniz? Uşaqlar, əgər məsələn modul, deyək ki, modulda 2 bərabərdir 2 çıxıb, düzdür? Demək, bu 2 müsbət imiş, elə müsbətdə çıxıb. Modulda mənfi 2 bərabərdir 2 çıxıb. Burada mənfi də burada müsbət. Yəni, dəyişmə varsa, demək, modulun içindəki nə imiş demək? Mənfi ədədiymiş. Baxın, burada A kvadrat çıx 9-dur, burada 9 çıx A kvadrat çıxıb. Demək, onda bu A kvadrat çıx 9 var ha moduldakı. Bu nə imiş? Mənfi ədədiymiş. Onda bunu A minus 3, A plus 3 kiçikdir 0 yazırsınız. Ədəd oxunda mənfi 3 ilə 3-ü qeyd eləyək. 3-dən sağa 4 qoysaq müsbət, mənfi, müsbət. Kiçikdir 0 olduğuna görə demək həllimiz olur. Mənfi 3 ilə hansı aralıqda? 3 aralığında. Və salam. Bir də 0 da ola bilər. Hə, burada kiçik bərabər 0 olacaq daxildir. Demək, bunlar mənfi 3 ilə 3 arası 3, 3, 6, bir dənə də bu 7 dənə tam həlli vardır deməli. Yaxşı, keçək indi. Buraları silim. 16-cı sualımıza baxaq. Yenə. Birinci variantlara baxıram ki, tək və cüt funksiyalardan söhbət gedir. Bir də təyin oblast. Birinci təyin oblastların hamısını tapaq. X plus 4 böyük bərabər 0. X böyük bərabər mənfi 4. Demək, mənfi 4-dən müsbət sonsuzluğa birincinin təyin oblastıdır. Demək, A bəndinin birincinin cavabı A. İkincini yazaq. X sıx 3 böyük bərabər 0. X böyük bərabər 3. Demək, 3-dən müsbət sonsuzluğa bu ikincinin cavabıdır. Üçüncüyə baxaq. X sıx 4 qabaqdakı mənfi bizə önəmli deyil. Bizə lazımdır ki, kök altı inci böyük bərabər 0 olsun. X böyük bərabər 4. 4-dən nə olacaq? Müsbət sonsuzluğa. Bu da üçüncünün cavabıdır. Sonra indi biz isə cüt funksiya hansı artandır, hansı azaldır. Yaxşı, uşaqlar, bir də bunlara baxın. Bilmədim, videoda harda qalmışdım, başım qarışdı. Mən 17-ci sualdan başlayayım. 17-ci sualda nə edirsiniz? Demək, birinci qarşıya baxın. Burada mənfi varsa azalandı. Variantlarda azalan yoxdur. Təyin oblastda tapanda x plus 3 böyük bərabər 0. X böyük bərabər mənfi 3. Demək, birinci sualın cavabı C bəndidir. İkincidə x minus 2 böyük bərabər 0. X böyük bərabər 2. 2-dən müsbət sonsuzluğa. İkincinin cavabı budur. Yenə qarşısında mənfi var deyə azalandı, amma variantlarda yoxdur. Üçüncüdə x sıx 3 böyük bərabər 0. X böyük bərabər 3-dür. 3-dən müsbət sonsuzluğa. Bu üçüncünün cavabıdır. Qarşısı da müsbət olduğu üçün nədir uşaqlar? Artandır. Bir də Y bəndidir. Üçüncünün cavabı. Diqqətli olun. Baxın, burada qarşı mənfidir deyə bu azalandır. Bu artandır. Bu nədir? Artandır. Variantlardan özü seçə bilərsiniz. Hamısını təyin oblastını tapırsınız. Yaxşı. 18-ci suala bir dənə baxaq. 18-ci sual uşaqlar buraxılış imtahana düşmüş bir sualdır. Diqqətli olun. D funksiyanın sıfırları verilibdir. Funksiyanın sıfırı nədir? Birinci onu başa salım. Tutaq ki, y bərabərdə x minus 9 funksiyasının sıfırını soruşarsa, x sıx 9-u bərabər edirsiniz sıfıra, x-i tapırsınız 9. Yəni, funksiyanı sıfıra çevirən x-in qiymətidir də, x nəyə bərabərdir onu soruşur, onu deyir bizə. Demək, onda bu bizdə x-dir, bu da x-dir. Başa düşdünüzdür, bu da x-dir. Və bizim köşlərdə, məsələn, bu x1-dir, bu x2-dir, bu da bu birinin x1 ilə x2-sidir. 2 ortaqdır ikisində də. İndi birinci hissəyə fikir verin, bura asandır. Demək, biz bilirik ki, x1 plus x2 bizə mənfi p verir, düzdür? x1 2-dir, x2 də 4-dür. 2 ilə 4-ü topladım, p bərabər oldu mənfi 6-ya.
x1 vurulsun x2 isə bərabərdir 2-yə. Demək 2-ni vururam 4-ə, 2 oldu 8. Demək mən q-yu da tapdım, p-yi də tapdım. Uşaqlar, ikinci hissəyə keçək. İkinci hissədə görürsünüz funksiyamız budur. Burada indi V teoremi eləyə bilmirik. Burada nə edirik? X-imiz 2-dir. Gətirək qoyaq yerinə. Baxın, y bərabərdir. 2 çıxmı üstəgəl n yazdım. Yəni, kiçildim bir balaca. İndi bu birində y bərabərdir. Bu dəfə də x yerinə -5 qoyaq. -5 çıxmı üstəgəl n yazdım. Y y-ə bərabər olar. Düzdür uşaqlarım? 2 çıxmı üstəgəl n-yı bərabər edirsiniz. -5 çıxmı üstəgəl n-ya. N-lar buradan islah oldu. Modullu tənişləri necə həll edirsiniz? Birinci dəfədə olduğu kimi 2 çıxmı bərabərdir. -5 çıxmıyı həll edirik. İkinci dəfədə isə 2 çıxmı bərabərdir. Sağ tərəfə mənfi atın. 5 üstəgəl m-i həll edirik. Burada -2m bərabərdir 3-ə. M-i tapıram 1,5 mənfi. Bu tərəfdən isə -m-in üstünə m gələndə bunlar gedir. 0 bərabərdir -7 ilə buradan boşluqluq alınır. Demək, m-i necə tapdıq? -1,5. Sonra q-yu deyək ki, vur m-ə. Vəssalam. Demək, buradan sizin öyrəndikləriniz nələr oldu? Nə vaxt ki, görsəniz ki, modul x bərabərdir, məsələn, modul a-dır. 2 dənə modullu tənlikləri həll edəndə bir dəfə x bərabərdir a-yı eləyirsiniz. Bir də x bərabərdir -a-yı. Bu formada həll edirsiniz. Bu modul x bərabərdir a tənliyinə də aiddir. 2 modulda olsa belə eləyəsiniz, 1 modulda olsa bu qayda ilə yazırsınız.